Professor Əsgər müəllim, siz rəhmətli Bəxtiyar Vahabzadənin Atılmışlar əsəri haqqında nə deyə bilərsiniz? Çox sağ olun sualınıza görə. O atılmışlar, xüsusilə də bugünkü dövrdə bu qıyma ilə bir dəyəri bugün daha çoxdur. Atılmışlar bu yeni problem deyil. Məsələn, böyük dahi Leonardo da Vinci'nin atası demək bir qadınla evlənir, qeyri-qanuni və ondan sonra bunun anasını atır və gedir başqa qadınla evlənir. Leonardo da Vinci'nin bu dörd bacı qardaşı olur başqa arvadlar. Bir növü Leonardo da Vinci atılmış uşaq idi və qeyri-qanuni doğulmuş uşaq idi. Qeyri-qanuni, bəli, bu həqiqətən də, yəni tarixi faktlar, bu qeyri-qanuni doğulmuş uşaq idi. Və yaxud da ki, bu Petrarkanın özü, Jeffrey Chaucer, yəni nə qədər o dahilər olubdur ki, bunların özləri atılmış uşaqlar olubdur və ancaq talih bunların bir qismətində olubdur ki, gəlib belə dahilər olubdur. Və atılmışlar gəlir 19-cu əsr Fransız ədəbiyyatında özünün çox gözlü yerini tutur. Məsələn, gəncliyin sehrinə dağılan Fantine bir də ayılır ki, hamilədir. Ancaq onu hamilə edən o adamın xəbər əlamət olur. Bunu təklif edir və Fantine min cür əziyyətlə o dişlərini sökürüb satmaqla, sasını kəstirib satmaqla qızını böyütməyə, kozetlərini böyütməyə çalışır. Və yaxud da ki, Maupassant'ın Atılmışlar əsər var. Orada bir nəfər qadın oğlunu atıbdır uşaqkən. Oğlan böyüyübdür, qəzetlər verir ki, bu filan kəsin bu qədər böyük küllü məbləğdə pulu var. Və bu oğlunu görməyə gedir. Artıq bu oğul kimi yox. Bunun var dövlətini görə getmək istəyir. Və elə olur ki, elə ki gedir, baxır ki, bir nəfər dalında ot şələsi belə gətirir, görəndə ta oradan da qayıdır, heç oğlunu danışdırmır. Ki, buna varlı bir zədəkən oğul lazımdır. Buna min cür əziyyətin pul qazanmış oğul yox. Və yaxud da ki, o eybəcərlər anası, qadın eybəcər uşaqlar hamilə doğur, dünyaya gətirir və uşaqlar başlayır satmağa. Və bu atılmışlar, yəni yenə deyirəm, bu yeni mövzu deyildir. Bu Avropada yayılan bu mövzu. Sonralar iş burasındadır ki, Azərbaycanda ailə çox güclü oldu. Azərbaycanda ailə çox mövcudur, çox yaxşı olur. Ailə dəyərləri tamam başqa cür oldu. Ancaq sonralar iş elə gətirir ki, valideynlər, oğullar ailə qururlar, artıq valideynin sahib